Yadınızdadır, mən keçən videolarımdan birində demişdim ki, bizim evin qanunlarından biri də səhər tezdən oyanmaqda, 8-ə kimi səhər yeməyini yemiş oluruq. O qədər xanımlar belə rəylər yazmışdı ki, bu köləlikdir, mən belə yaşaya bilmərəm, bu hansı həbsxanadır falan. Qızlar, mən bir şey başa düşə bilmirəm. Bir insanın həyat yoldaşı üçün səhər 7-də oyanıb səhər yeməyi hazırlaması köləlik sayılır, amma başqasının işi üçün, qurulmuş sistemi üçün 6-da, 7-də işə getmək normal sayılır. Mənim yoldaşım səhər saat 5-də oyanır. Nə üçün? Bizim üçün, evimizin ruzisi üçün, gələcəyimiz üçün. Bir sözlə, ailəsi rahat yaşasın deyə. Mən səhər saat 7-də oyanıb onun üçün bir səhər yeməyi hazırlayıramsa, bu niyə alçadıcı olsun? Sizin bu qarşılıqlı hörmətdə axı. O ailəsi üçün əziyyət çəkirsə, mən də ailəm üçün qayğı göstərirəm. Mənə qəribə gələn başqa bir şey də bilirsiniz nədir? Bugün insanlar ailə içində məsuliyyət daşımağı geridə qalmışlıq sayır. Amma sistem üçün yaşamağı azadlıq hesab edir. Səhər tezdən ailən üçün oyanıb nəsə etmək köləlikdir. Amma başqalarının qurduğu sistemdə yaşamaq modern həyat. Biz niyə ailə içində intizamı pis bir şey kimi göstəririk? Niyə ailəsinə qayğı göstərən qadını zəif hesab edirik? Maraqlısı da insanlar qadın kişiyə xidmət etsin deyirlər. Amma kişi ailəsi üçün can qoyanda bunu görməzdən gəlmək lazımdır. Bir də ki, dünyanın ən uğurlu insanlarının həyatına baxın. Adamları, sahibkarlar, uğurlu insanlar əksəriyyəti səhər tezdən oyanır. Çünki səhərin bərəkəti var. İnsanın enerjisində, beynini də dəyişir. Günə intizamla başlamaq insanın həyatını formalaşdırır. Mənə maraqlıdır. Siz bu haqda nə düşünürsünüz? Gəlin rəylərdə yazın, biraz dərdləşək. Bunlar da mamamın mənim üçün pay verdiyi çolpalar idi. Orayı bitirdim, hələlik.